Ağdam rayonunun məcburi köçkünü Məmmədov Kamran Qaraciyər arteriya xəstəliyinə əziyyət çəkir. 8 aydır ki, Səhiyyə Nazirliyinə, bütün dövlət qurumlarına müraciətlər etdikdə çox təəssüf ki, bizim müraciətlərimizi qəbul edirlər. Səhiyyə Nazirliyi bizə bildirir ki, Kamranın əməliyyat etdirməyəcəyik. Çünki Səhiyyə Nazirliyinin dövlət qurumunda əməliyyat yoxdur. Hal-hazırda Kamranın vəziyyəti çox ağırdır. Hər hazırda Kamran Bərdəli xəstəxanasında kan kötürülür. Sen ne istemedin? Şu anda ne senede bir de işlemem. Kimin işi? Ne içerim? Şey de bu. Oturup böyle zondan aşağı oldu. Çuvak koyduk. Çuvak da var mı? Buradan Cənab Prezident İlham Əliyevə, vitse prezidentimiz Behbah xanım Əliyevə, Heydər Əliyev fonduna çox xahiş edirik ki, Kamrana köməklər edilsin. Kamrana təcili qaraciyər köçürülməlidir. Çox təəssüf ki, buna bizim maddi imkanımız çatmır. Respublika Prezidentimizdən İlham Əliyevdən, Behbah xanımdan, Heydər Əliyev fondundan çox xahiş edirik ki, bizə köməklik olunsun. Kamranın bu dəqiqə vəziyyəti çox ağırdır. Qaraciyər qanı ifraz edə bilmir. Qanı parçalayır, laxtalayır və uşaq gündə qusur. Qara laxta qan qusur. Buna əsasən də uşağın qanı 24% qalıb. Təcili Bərdəli xəstəxanasında Kamrana qan köçürürük. Hal-hazırda Kamran vəziyyəti çox ağırdır, çox ağır vəziyyətdədir. 24% qanla gətirmişik Bərdəli xəstəxanasına. Həkimlər Kamrana qan köçürürlər. Həkimlər bildirir ki, təcili Kamrana qaraciyər köçürülməlidir. Əks halda Kamran yaşama şansı yoxdur. Çox xahiş edirik prezidentimizdən, Behbah xanımdan, Heydər Əliyev fondundan Kamrana yardım olunsun. Biz Ağdam rayon məcburi köçkünüyük. Bizim maddi imkanımız çatmırkən Kamrana qaraciyər köçürülməlidir. Bir daha çox xahiş edirik, bizə köməklik olunsun. Səhiyyə Nazirliyi də bizə köməklik eləmir. Bütün müraciətlər eləmişik, son ümid yerimiz sizdəsiniz. Çox xahiş edirik, bizə köməklik olunsun.